qurbanlıqda qurban kəsməyin hökmü, yəni qurban bayramında qurban kəsməyin hökmü vacibdir, yoxsa müstəhəbdir? Və bu suala cavab olaraq deyirəm ki, alimlər ittifaq ediblər ki, aciz insan və həmçinin səfərdə olan müsafir insanın üzərindən qurban kəsmək düşür. Yəni, səfərdə olan qurban kəsmə bilir. Həmçinin aciz insan, yəni gücü çatmayan insan qurban kəsməyə bilir. Lakin ixtilaf hardadır, əziz müsəlmanlar? İxtilaf baş verib kim ki muqimdir, yəni səfərdə deyil, yəni öz evindədir və həmçinin gücü də var, qadirdir alıb kəsməyə. Bu zaman qurban kəsməyin hökmü vacibdir, yoxsa müstəhəbdir? Yəni kəsməsə olarmı? Yoxsa vacibdir, yəni kəsməsə günah əldə edir. Bu barədə alimlərin iki məşhur görüşü var. Birinci görüş odur ki, qurban kəsmək vacibdir. Qurban kəsmək vacibdir və bu, bəzi tabinlərdən rivayət olunub, Sufyan Əs-Sovridən, Sufyan Əs-Sovri və həmçinin İmam Əvzai rahiməhullahdan rivayət olunub və həmçinin bəzi hənəfilərdən. İkinci görüş odur ki, qurban kəsmək sünnədir və ya sünnə müəkkədə, yəni vacib dərəcəsinə çatmır. Və bunu deyənlərdən bəzi sahabələr olub, Abu Bakr radiyallahu anhu və həmçinin Ömər və həmçinin Bilal, həmçinin Səid ibn Musayyib tabinlərdən, həmçinin Ata, həmçinin İshaq və bəzi, daha doğrusu əksər maliklərin və şafirlərin və bəzi həmbəllərin rəyidir. Lakin, yəni baxmayaraq ki, cümhur, yəni əksəriyyət, yəni özünüz də şahidi oldunuz ki, əksəriyyət, yəni cümhur maliklər, şafirlər, həmbəllər və həmçinin zahiri məzhəbi, həmçinin Abu Bakr radiyallahu anhudan, Ömər və Bilal, həmçinin Ata, tabinlərdən Səid ibn Musayyib, yəni bunlardan rivayət olunub ki, qurban kəsmək sünnədir, sünnə müəkkədədir, yəni cümhur alimlərə görə sünnə müəkkədədir. Lakin Allahu ələm, yəni mənə gəlib çatana görə daha, yəni dəlillərə baxandan sonra meyl etdiyim, yəni üstün saydığım görüş birinci görüşdür. Şeyxülislam İbn Teymiyyə rahimehullah vacibdir görüşünü, yəni qurban kəsmək vacibdir. Birinci görüşü daha üstün sayıb, tərcih edib ki, birinci görüş vacib olan görüşü daha üstündür. Allahu ələm. Yəni hər ikisi mövcuddur, hər ikisinin özünə görə dəlilləri var. Lakin kimsə cümhurun rəyini alsa, onların dəlillərini etibarlı sayıb sünnə görsə, heç bir müşkülü yoxdur. Lakin Allahu ələm, yəni mənə gəlib çatana görə birinci rəy daha üstündür. İbn Teymiyyə rahimehullah bu görüşü tərcih edib. İxlasla.com saytı tərəfindən təqdim olundu.